Həyatın iki dənə sıfır nöqtəsi var. Bunun biri kanalizasiyada çirkabların arasında üzərək getməkdir ki, bu bizim günahımız deyil. İkincisi isə hələ çox gənc yaşlarda mənasız bir səbəbdən kiməsə xəsarət yetirib ömrünün ən gözəl illərini həbsxanada keçirməkdir. Bax, bu sizin günahınızdır. İstəyirsiniz bir qədər öz uşaqlığımdan da danışmaq istəyirəm. Mənim uşaqlığım çox hərəkətli keçib. Evdə dalaşmışam, çıxmışam məhəlləyə, məhəllədə dalaşmışam. Getmişəm məktəbə, məktəbdə dalaşmışam. Kənddə dalaşmışam. Yəni çox enerjili bir uşaqlığım olub və özümdə bu potensialı görüb boş yerə xərcləmək olmaz. Bunu bir şəkildə qiymətləndirmək lazımdır. Uşaq vaxtı çox döyüş filminə baxardım. Bruce Lee, Jackie Chan, Van Damme, Ip Man, bunların çox fanatı idim. Bugünkü gündə də zaman-zaman geriyə dönüb həmin filmlərə baxıram və qərara gəldim ki, bu enerjimi hansısa bir idman növünü seçim və onda xərcləyim. Araşdırmaya başladım və karateyi kəşf elədim və karate idmanında özümü sınamaq istədim. Karate ilə nə az nə çox 7 il məşğul oldum. Dünya çempionluqlarım oldu. Azərbaycanda sayını hesabını unutduğum qədər qızıl medalım var. Yəni mən indiyə qədər bütün qazandığım medalları boynumdan assam, hər halda boynumu düz qaldıra bilmərəm. Yəni o dərəcədə çox yarışda iştirak etmişəm, yarışda qalibiyyətlərim olub. Yəni burada demək istədiyim söz odur ki, bir potensialım olub, bu potensialı kəşf edib bunu çox faydalı şəkildə istifadə etmişəm. Həm bu potensialla bədən quruluşumu, həm də zehniyyətimi gücləndirməyi bacarmışam. Əksi halda, məsələn, bizim məhəllədə bir oğlan var idi. Düzdür, mənim onunla çox aram olmasa da salam sağolumuz var idi, tanıyırdım. O da kifayət qədər dalaşqan uşaq idi. Nə bilim, gündə bir söhbətin içində idi, gündə kimlənsə dalaşırdı, gündə haralarasa razborkalara gedirdi. Belə bir kəşməkeşli həyatı var idi. Günlərin bir günündə bir qız üstündə oğlanla dalaşmışdı və oğlanı bıçaqlamışdı. Bu hadisədən sonra da ona səhv eləmirəmsə 8 ilmi, 13 ilmi iş vermişdilər. Bu adam hələ də türmədədir. Yəni mən neçə ilin söhbətini sizə danışıram. Ömrünün ən gözəl günlərini türmədə, o dörd divar arasında bu formada məhv eləyir. İndi məsələ ondan ibarətdir ki, bunu etməyə dəyərmi? Bunun haqqında danışmaq lazımdır. Əlbəttə ki, dəyməz. Həyat bu qədər ucuz olmamalıdır. Gənclik illərində etdiyiniz bir dənə mənasız bir hərəkət bu şəkildə ömrünüzün ən gözəl illərini itirməyinizə gətirib çıxardır. Bir dəfəsində dostumla parka getmişdik. Hal-hazırda onunla da bir hansı əlaqəm yoxdur. Bir qızdan xoşu gəlmişdi və ona parkda yaxınlaşmışdı. Daha sonra gecənin bir yarısı qapımı kimlərsə döydü. Baxdım, həmin uşaqdı. Qızı istəyən başqa bir tərəf də var imiş. Onlar da onu oradan görüb və bir 5-6 nəfərlik adam gətirmişdilər özləri ilə. Hamısı da bizdən böyük idi bu arada. Nəysə oğlanı döymək istəyirdilər. Qoymadım, araya keçdim. Bir uzun-uzadı söhbətlərdən sonra məsələni həll elədik. Hər şey yoluna düşdü. Onlar öz yoluna, biz öz yolumuza gedəsi olduq. Bu baş verən qrup davasını görəndən sonra da mən bir qədər keçmişə qayıtdım və köhnə xatirələrimi canlandırdım ağlımda. Dedim bununla bağlı da bir video çəkim, söhbət eləyim. Bəlkə də kimlər üçünsə faydalı olar. Mən əsasən bu videonu çəkirəm yeniyetmələr üçün, hansı ki həyatda bir yol axtaranlar üçün mən bunu hazırlayıram. Bizim bədənimizdə testosteron deyilən bir hormon var və kimləsə dalaşanda, mübarizə aparanda bu hormon pik səviyyəyə çıxır və bundan biz çox zövq alırıq. Amma bu hormon sizin başınızı kifayət qədər bəlaya da sala bilər. Necə ki mənim də vaxtında başım bəlaya salmaq istirdi, amma mən bunu eləməyinə imkan yaratmadım və mən bu enerjimi bir idmanda xərcləmək istədim. Əgər sənin özündə də belə bir hirs varsa, dalaşmaq hirsi, mübarizə aparmaq hirsi yüksəkdirsə, özünü get bir idmana yazıl. Boks ola bilər, karate ola bilər, nə bilim MMA ola bilər. Hər hansısa bir idman o, fərqi yoxdur, futbol ola bilər. Yəni gedərsən bir dostun, tanışın səni aldadar, mənasız bir söhbət olar, həmin söhbətə iştirak eləyərsən, birinin sözünü bəyənməzsən, bir söz deyər, vurarsan, oğlana bir şey olar və lazımdır sənə bu yaşda gəlib türməyə düşmək. Yəni lazımdır ən gözəl illərini orada keçirmək. Mən hesab edirəm ki, buna ehtiyac yoxdur. Bugün bir müğənni bu məsələ ilə bağlı maraqlı bir açıqlama verdi. Bəs oğlan uşaqları matışqa kimi böyüməlidir də, dalaşa-dalaşa böyüməlilər. Burada nə var? Bu adi bir şeydir. Açığı belə deyim ki, bu müğənninin fikirlərini mən azdan çoxdan təqdir etməyə başlamışam. Ümumiyyətlə Azərbaycanda müğənni deyəndə mənim ağlıma hər zaman apış-yapış gəlirdi. Salım sənə, verim sənə, belə mənasız şeylər. Ya bir müğənnidir, həm də bir anadır. Damdar paltar geyinir, eybəcər bir viddə. Çıxır, nə bilim, 50-60 dənə kişinin qabağında. Kişilər də əl çala-çala bu oynayır.
bədən nümayiş etdirir. Yəni belə iyrənc şeylər mənim ağlıma gəlirdi. Amma bu tərzdə şeyləri mən görmürdüm. Hansı ki, ictimai bir hadisəyə maraqlı bir fikir bildirən olsun. Mən yəni təqdir edirəm burdan. Təbii ki, dediyi sözdə müəyyən qədər yanlışlıqlar var. Bu nədir? Şərt deyil. Məsələn, bir yeniyetmə onun o mesajını oxusa və ola bilər ki, həmin insan dalaşqan biri deyil də. Bu ola bilər çox normal bir şeydir. Hamı dalaşqan olmalı deyə bir şey yoxdur ki. Adam özündə bir şübhə yarada bilər ki, bəs mən elə qədər heç kimlə dalaşmamışam, eləməmişəm. Ya bir məsələ olub, o məsələdə çəkingən davranmışam, kənardan baxmışam. İndi mən ona deməkdir, mən kişi deyiləmi, mən kişi kimi formalaşmıram. Əlbəttə bu belə deyil. Bunu bununla əlaqələndirmək hesab edirəm ki, çox yanlışdır. O fikrini tam olaraq sadəcə çatdıra bilməyib. Təbii ki, oğlan uşağı müəyyən qədər bir çətinlik görməlidir. Bu çətinlik görmək onun xarakterinə çox yaxşı təsir göstərəcək. Amma yaxşı mənada çətinliklərdən burada söhbət gedir. Məsələn, sizin yeniyetməlik dövründə xarakteriniz necə formalaşırsa, bundan sonraki gənclik illərinizin və yaxud da orta yaş illərinizin də təməlini o yeniyetməlik dövrü yaradacaq. Yəni yeniyetməlik dövründə necəsinizsə, böyüyəndə də o hərəkəti davam etdirəcəksiniz. Bunu dəyişmək kifayət qədər çətindir. Çünki insan artıq bu xarakteri oturuşur, burada müəyyən qədər bir komfort yaranır onun özündə və o artıq onu dəyişdirmək istəmir. Dəyişdirmək gücü olmur, belə deyim sizə. Ona görə gənclik illərinə gərək bu tipli şeyləri yaxşı idarə eləyəsiniz, mənasız insanlardan uzaq durasınız, zərərli maddələrdən uzaq durasınız. Bunların heç birinin yaxşı mənada sizə heç bir faydası yoxdur. Bunlar sizə ancaq yaxşı bir düşmən ola bilər. Mən bunu sizə deyə bilərəm. Bu gün o çox can yandırdığınız dostlar ki var. Həqiqətən bir ehtiyac düşəndə, bir şey lazım olanda canla başla ona kömək eləyirsiniz. Amma mən sizə bax açıq şəkildə bunu deyə bilərəm ki, mənim 24 yaşım var. Aradan çox qısa bir vaxt keçəndən sonra görəcəksiniz ki, bu dost etdiyiniz insanların heç biri sizin ətrafınızda deyil. Heç biri ha. Sizi itirib axtaran da yoxdur. Nə qədər yaxşı insan olursunuz olun, fərqi yoxdur. Yəni insanoğlu belədir. Bu tipli insanlara görə özünüzü məhv etməyə dəyməz. Gedərsiniz bir söhbətə, birini vurarsınız, əliniz ağır olar. Onu şikəst eləyərsiniz, onu nə bilim əlil qoyarsınız. Bu olan şeydir də, biz bunu tez-tez görürük. Ondan sonra bu gördüyünüz hadisə sizin ömür boyu boynunuzda qalacaq. Ömür boyu bunun altında əziləcəksiniz. Bunu unutmayın. Hərdən keçən insanlar da əl eləyir, mən də əl eləyirəm. Bax, gözlə görsən necə huzurlu danışıram. Çox da bax, huzurlu bir yerdəyəm. Ətraf gül çiçək. Yəni, yaxşı şeylərdən danışmaq istəyirəm bu videoda. Bu hadisəni dedilər ki, Mikrorayon deyə bizim bir serialımız var. Düzü, mən o serialı çox izləmirəm, amma kifayət qədər reyting sahibidir. Baxıram, birinci bölümü 1 milyondan çox izlənir. Bu rekorddur. Mən bilmirəm, hansı Azərbaycan filminə bu qədər çox tələbat olubmu. Bir çox yazıda gördüm ki, bəs gənclər həmin filmə baxanıb, həmin filmə qurşanıb, həmin filmə özünü oxşatmağa çalışıb, bu ondan yaranıb. Belə şeylər mən çox eşitdim. Düzü, filmi izləməmişəm deyə filmin içində keçən şeyləri bilmirəm. İndi vaxt tapım inşallah izləyəcəm. Bilmirəm bu ondan deyirəm, amma bizim vaxtımızda yəni bu olurdu. Mən bayaq da dedim, məhəlləyə davalara da gedirdik, söhbətlərimiz də olurdu. Yəni uşaqlığımız belə keçib. Bu bizdə adi bir hal almışdı. Əslində bu belə deyim sizə, bu özünü müdafiə mexanizmi kimi bir şeydir. Yəni sən əgər cəsarətli deyilsənsə, dalaşqan deyilsənsə, sən artıq dost ortamlarında ola bilmirdin. Səni oradan kənarlaşdırırdılar. Sənə deyirlər ki, sən biraz necə deyim, yumşaqsan ya nəsə. O yaxşı, belə deyək, güclü insanların ətrafında ola bilmirdin. Çox qəribə bir şeydir bu. Məsələn, mənim çox əziz bir tanışım var. O çox sərt insandır, çox sərt danışır, məsələn, ağır söhbətlər eləyir. Məsələn, onunla bir gün söhbət eləyəndə o mənə açıqlama verdi ki, bəs mən normalda bu qədər sərt ola bilərəm, amma mən içimdə çox yumşağam, çox sevgi doluyam. Sadəcə mənim belə olmaq səbəbim yeniyetməli illərimə təkamül edir. O vaxtı bu tələbat buna idi, sərt olmaq lazım idi. Kim ki zəifdir onu əzirdilər. Ona görə sən də məcbur idin ki, özünü, xarakterini elə formalaşdırasan ki, sərt olasan, insanlar sənə dəyib dolaşa bilməsin. Və mən o günlərdən bu günlərə o şəkildə sağ qalmağı bacardım, o şəkildə yaxşı qalmağı bacardım. Bu mənim bu sözləri dedi. Mən onun dediklərində çox haqq görürəm. Həqiqətən də elədir. Ümumən fikirlərimi bu şəkildə bitirmək istəyirəm. Bu davaya qarşı münasibətim təbii ki, xoş deyil. Özüm də çünki vaxtında çox belə bu cür davalarda iştirak etmişəm. Sadəcə bu artıq bir ənənəvi hal almamalıdır. Hər dəfə təkrarlanmamalıdır. Çox ani hallarda bu ola bilər. Hələ tövsiyə edirəm ki, heç bu ani hallarda da bunlar olmasın. Lazım deyil, ehtiyac yoxdur. Kimlənsə bir probleminiz varsa,
mütləq şəkildə sözünüzü inkişaf etdirin. Sözün yanında bəli, qolunuzu da inkişaf etdirin. Buna heç bir sözüm yoxdur. Bədəninizi də inkişaf etdirin. Amma çalışın ki, hər zaman bütün məsələləri sözlə, danışaraq, ağılla həll etməyə çalışın. Çünki bu dil bizə boş yerə verilməyib. Bunu yaxşı şəkildə istifadə etmək lazımdır. Dediyim kimi, bir anlıq səhv hərəkət edərsiniz və o səhv hərəkəti ömür boyu çiyinlərinizdə daşımalı ola bilərsiniz. Çox diqqətli olun. Həyat yaşamağa dəyər, həyat buna görə məhv etməyə dəyməz. Mən də bu videoda bu mövzuya toxunmaq istədim. Ümid edirəm sizlər üçün də faydalı olar. Oradakı uşaqları da söymək, ağzınıza gələni yazmaq, mən hər zaman bu söyüşə qarşı münasibətimi göstərmişəm ki, bu lazım deyil, olmaz. Ümumiyyətlə, Azərbaycan insanının tənqidi düzəltmək xarakterli deyil, öldürmək xarakterlidir. Yəni bizim insanımız gülləni atır ki, öldürsün. Yeri yıxmaq üçün atmır onu. Çox qəribə bir şeydir. Yəni belə deməklə siz heç kimi düzəldə bilməyəcəksiniz. Söyüş söyməklə kim indiyə qədər doğru yola gəlib ki, siz də gələsiniz? Ya bir çox məsələn yaşı böyük dayday görürəm, bu da gənclik, bu da uşaqlıq. Bəlkə də Allah qoy kişinin ömrü elə ondan da betər dava dalaşla keçib o vaxtı. Ona görə də bu qədər sərt sözlər danışmaq olmaz. Onlar uşaqdır. Hələ ki dünyanı, insanları tam şəkildə anlayıb qavramaq bacarıqlarını əldə eləməyiblər. Onlara bundan sonra zaten valideynləri dəstək olmalıdır, valideynləri doğru yol göstərməlidir. Bu etdiklərini yaxşı bir şey deyil, amma olubdu. Uşaqdılar, eləyiblər. Və cəzalarını da çəkiblər, zaten bölməyə aparıblar. Buna görə də bu məsələ ilə bağlı uzun-uzadı danışmağa ehtiyac yoxdur. Həyatdır, həyatın içində belə şeylər də olur. Ona görə kimsəni qınamağa dəyməz. Belə dostlar, bugünlük bu qədər danışdım. Siz də nələrsə əlavə etmək istəyirsinizsə, şərh hissəsində öz fikirlərinizi, düşüncələrinizi qeyd eləyin.